Cavabdayken birinci biz səndən quruşa fikir verək. How-dan sonra ya isim, ya əvəzlik gəlməlidir, ikisindən biri. Amma what-dan sonra həmisi əvəzli olmalıdır. How-da z olmalıdır, what-da amma en olar, z olmaz. How-da en artikl olmaz, what-da da z artikl olmaz. Onda əsasən 85-ci testi etməyə çalışaq. Birinciyə baxırıq. How simple the solution is. Baxıram how yerində, sifət yerində, isim yerində, xəbər yerində. Birdə problem yoxdur. İkinciyə baxıram. Solution sözü cəmdədir və artikl qoyub. Biz bilirik ki, cəm ismi qarşısına artikl qoya bilmərik. Ona görə 2 səhvdir. 3-ə baxıram. How-dan sonra artikl gələ bilməz. How-dan sonra ancaq z artikl gələ bilər. Z-də isim qabağında gələ bilər. What-da artikl olur. 3 səhvdir. 2 də səhv oldu, 3 də səhv oldu. 4-də problem görmürəm. What yerində, sifət yerində, isim yerində, vəzif yerində, xəbər yerində. Solution təkdə olduğu üçün, sayılan isim olduğu üçün artikl da yerində. Ona görə düzgün cavab olacaq 1 və 4. Yəni 85-ci A variantı. 86-cı testə baxsaq əgər, biz how-dan sonra sifət gəlib, sonra isim, xəbər yerində. Problem yoxdur birincidə. İkincidə show sözü cəmdə olduğu üçün artikl ola bilməz, təbii ki. Üçüncüdə how-dan sonra artikl gəlməz. 2-nin 3 səhvdir. 4-də problem görə bilmirəm. Show təkdə olduğu üçün artikl ola bilər. Yəni yenə 1-lə 4 düzgün cavabdır 86-cı testdə.